Bakı-Sumqayıt şosesindən istifadə edən sürücülərə şad xəbərimiz var. Artıq bir neçə gündür ki, şosedə salınan avtobus zolaqlarına saat 23:00-dan sonra digər nəqliyyat vasitələrinin də daxil olması mümkündür. Qeyd edək ki, əvvəllər sözü gedən zolağın saatla təmzimlənməməsi ərazidə ciddi sıxlıqların və tıxacların yaranmasına səbəb olurdu. Çoxsu bilmir. Yəni fikir öyrəşiblər o biri yola. Ona görə ki, mən amma bilirəm ki 23-dən sonra girmək olur, ona görə girdim. Amma müddət olaraq çox lazımsız bir müddət seçilib. Saat 7-dən 23:00-a qədər, yəni zaten yəni orada ças pikdir. Sonrası saat 9 eləsələr yaxşı olar başlanğıc olaraq. Axşam da saat 10 eləsələr yaxşı olar. Heç ümumiyyətlə girmirəm. Bəli, Niyə bəli. girmirsiniz? Məlumat Cəriməyə görə. Bəli, məlumatım da yox. Bəli, bəli. Sizə məlumat verir, artıq girə bilərsiniz. Allah canınız sağ olsun. İşiniz Saat 10 olsa lap yaxşı olur. Saat 11-dən sonra adam olmur ki sıra onu. Ərazidə apardığımız müşahidələr isə bunu deməyə əsas verir ki, sözü gedən zolaqdan 23:00-dan sonra istifadənin digər nəqliyyat vasitələri üçün də mümkün olmasından bir çox sürücü xəbərsizdir. Çünki artıq saat 23:00 keçib, ancaq zolaqdan barmaqla sayılacaq qədər sürücülər istifadə edir.